Dəyərli izləyicilər, qısaca bir məsələni deyim ki, bəli, rəqabət olmalıdır. Bunu Qurban Qurbanovun özü də dəfələrlə deyib. Qarabağ komandası da deyir ki, rəqabətin olması ilə həm də Qarabağın özünə faydalıdır ki, Qarabağ burada daha çox güclənmək məcburiyyətində qalacaq. İkinci heyətinə daha yaxşı futbolçular gətirmək məcburiyyətində qalacaq. Digər tərəfdən biz Interin Xəzər-Lənkəranın dağılması o anlama gəlmir. Yəni Inter, Xəzər-Lənkəran, Bakı olan dönəmdə Qarabağ liqada qalmaq uğrunda mübarizə aparırdı. O klubların olduğu dönəmdə belə Avrokuboklarda ən yaxşı nəticəni yenə Qarabağ qazanırdı. Avropa liqasında play-off mərhələsinə çıxmışdı. 2010-cu ildə biz keçən verilişdə də qeyd etdik. Həmin o iddialı rəqiblərin, pullu rəqiblərin olduğu dönəmdə belə Qarabağ son turda çempionluğu əldən vermişdi. Yəni Qarabağ onda da iddiasız deyildi. Sadəcə rəqabət daha geniş idi. İlk üçlükdə qərarlaşırdı, çempionluq mübarizə apardı. Çempionluğu qazanmaq bir qədər çətin idi. Amma sonrakı dönəmlərdə təbii ki, o klubların sıradan çıxması 2015-ci ildən sonra, hətta o 2014-cü ildə çempion olanda belə o klubların əksəriyyəti var idi. 2015-dən sonra o tendensiya artıq yəni o bilsən Qarabağın o gücü nədir, qardaş? Qarabağ elə bir struktur qurub ki, bu günləri mən sizə açıq deyirəm. Nəinki Azərbaycanda, hətta Avropada belə Qarabağın qurduğu strukturu qura bilməyən klublar var. Hansı ki, baxın, bu valla mən hərdən birdən, yəni o futbol camiasında da indi insanlar, məşqçilər, futbolçular danışanda bu çox bir möcüzəli bir şeydir. Xana olan, məsəl üçün Qarabağ axırıncı dəfə Çempionlar Liqasında ha vaxt iştirak eləmişdi? 2017-18 mövsümü. 2017-18, təxminən 8 il bundan qabaq. Baxın, 8 il bundan qabaq Çempionlar Liqasında iştirak elə, o heyətdən səhv eləmirəmsə 1-2 nəfər qalıb, Bədəvi falan qalıb. Və sən heyəti hər 2-3 mövsümdən bir dəyiş, futbolçulara dəyiş. Və belə deyək də, gedib sən hansısa ulduz futbolçuları almırsan, öz skautingindən tapırsan futbolçular və gətirirsən, onları yenidən parladırsan və yenidən Çempionlar Liqasında iştirak edirsən, bunu bacara bilən, mən sizə açıq deyirəm, gəlin büdcəyə, oynadığı çempionata, gələn gəlirlərə və bütün argumentləri sıralayaq, bəlkə dünya futbol tarixində yeganə komanda Qarabağdır burada.